Bismillahirrahmanirrahim. Bihi nesta'in. Allahümme salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah əziz dostlar. Hər vaxtınız xeyir olsun. İnşallah bu gündən etibarən mühüm bir məsələyə toxunmaq istəyirəm. Elə bəhsimiz Vəhhabilərin o xəbəri sifətlərə verdiyi təfsir barəsindədir. O sifətlərdən biri də ki, bəzi hədislərdə gəlib, Allah Təbarək və Teala'nın nuzul enmə sifətidir. Bunlar Allah Təbarək və Teala'nın enməyini qəbul edirlər. Bu barədə alimlər iki qrupa bölünür. Təbii ki, əhl-i sünnə dünyasında, şiə dünyasında məlumdur. Bəziləri Allah Təbarək və Teala'nın yerə enməsini həqiqi deyil, mərhəmət baxımından, məğfirət baxımından götürürlər. Məsələn, cümə günü, gecəsi, ya hər gecə Allah yerə enir. Mənası budur ki, yəni gecə vaxtı insan Allah Təbarək və Teala dua etməklə Allahın mərhəmətinə, məğfirətinə, bağışlanmağına duçar ola bilər və bu məğfirətdən, mərhəmətdən istifadə edə bilər. Və bizim alimlərimiz də bunu qəbul ediblər və bir çox sələf alimləri bu qənaətdədirlər, elə bu cür məna ediblər hədisləri. Lakin buna baxmayaraq, Vəhhabi dünyasında biz görürük, bəziləri də, bəzi sələflər də, özlərinə hədis əhli deyənlər də bu fikirdədirlər. Xeyr, Allah Təbarək və Teala öz zatı ilə yerə enir. Biz də bəzi Vəhhabilərə sual ünvanlandırdıq ki, əgər Allah Təbarək və Teala öz zatı ilə yerə enirsə, Allah yerə enəndə yeri boş qalır, yoxsa yox? Bu, təbii ki, bizim bu sualımız deyil, hətta özlərini də bu sual düşündürüb. Ona görə bu barədə hətta İbn-i Useymin deyir ki, 3 dənə nəzər var. Öz kitabında gətirib. Birinci nəzər budur ki, Allah Təbarək və Teala'nın yeri boş qalmır. İkinci nəzər budur ki, Allahın yeri boş qalır. Üçüncü nəzər də təvaqqufdur, dayanmaqdır. Yəni, bu barədə fikir deməyəsən. Niyə? Çünki sahabələr heç soruşmayıb Həzrət Peyğəmbərdən bu sualı. Sənə nə gəlib ki, soruşasan? Və təvaqquf edir. Lakin İbn-i Teymiyyə sözündən belə başa düşür, bəzilərinin sözündən belə başa düşür ki, xeyr, Allah Təbarək və Teala'nın yeri boş qalmır. Lakin bir qrup alimlərin sözündən də belə başa düşür, yeri boş qalır. Və yəni bu, onların aralarında belə ixtilaflar var. Hər halda, əgər desək yeri boş qalır, bir dənə problem yaranacaq, desək yeri boş qalmır, bir problem yaranacaq. Xülasə, bu barədə ən yaxşısı budur ki, danışmayaq. Nə danışıq? İman gətir, sənə nə gəlib ki, bu haqda danışasan? İman gətir, bəs eləyər. Və bəziləri də hətta çalışdılar, cavab versinlər və dedilər ki, nə üçün siz bizə irad bildirirsiniz? Sizin hətta öz kitablarınızda da var ki, Allah Təbarək və Teala yerə enir, nuzul sifəti var və Allah Təbarək və Teala cümə axşamları İmam Hüseyin əleyhissalamın ziyarətinə gedir. Və bu da deyir, bu daha açıq aydın deyir ki, İmam Hüseyini ziyarət edir. İnşallah biz bu bəhsi neçə veriliş, 4-5 ola bilsin, hətta biraz çox davam etdirək və bu məsələ tam aydın olsun və həqiqətdə özə çıxsın. İlk öncə Əhl-i Sünnənin, Vəhhabilərin bu barədə nəzərini deyəcək, daha sonra şiələrin etiqadını. Təbii ki, şiələrin etiqadı bu barədə məlumdur, amma o şübhə ki var, o hədis ki gətirirlər, o hədisə cavab verəcək. O hədis səhihdir, səhih deyil. Əgər səhihdirsə mənası nədir? Onların başa düşdüyü kimidir, yoxsa yox? İlk öncə gəlin birlikdə İbn-i Teymiyyədən bir şey oxuyaq. Deməli, İbn-i Teymiyyə Minhacü Sünnətin Nəbəviyyədə Əllamə Hillinin nəzərini gətirir. İkinci cildədir bu. Doktor Rəşad Salimin əgər deyək ki, o təliqəsinə, təhqiqinə daha doğrusu baxsaz, görərsiniz ki, 631-ci səhifədədir. İndi ola bilər, bəzi çaplarda fərq eləsin. Orada Əllamə Hillidən İbn-i Mutahhər deyərlər də bir söz gətirirdir ki, bəzi əhl-i sünnələr deyiblər ki, Allah Təbarək və Teala cümə gecəsi yerə enir və cavan bir oğlan, qıvrım saçında olan bir oğlan şəklində və uzun qulağı minir və hətta bəziləri gedib evin damına çıxarmışlar və ələf, ot, deyək ki, heyvan üçün saman deyərlər də, saman, ot qoyarmışlar ki, Allah Təbarək və Teala'nın uzun qulağı bu otdan yesin və icazə veriblər buna, yəni qəbul ediblər və həmçinin Allah Teala inəndən sonra deyir ki, tövbə edən varmı, özünü bağışlatdırmaq istəyən biri varmı və sonra deyir ki, Allah Təbarək və Teala bu azğın əqidədən daha pakdır, yəni daha uzaqdır. Əllamə Hilli bu sözü deyəndən sonra İbn-i Teymiyyə gəlib deyir ki, bu hekayələr ki, nəql edir, bunlar
doğru deyil. Bunlar kezbdir. Deyir, mən soruşmuşam, görmüşəm, belə şey yoxdur. Və həmçinin hədis ki, nəql edib, belə bir hədis yoxdur. Səhih səni, yəni Allahın yerə inməsi barəsində deyir, bizim səhih hədisimiz yoxdur. Hətta zəif hədisimiz belə yoxdur. Və təbii ki, əgər biz bunları vəhabilərə desək, vəhabilər deyəcək ki, yox, məqsədi budur ki, yəni cümə gecəsi. Hər halda Əllamə deyir ki, əgər cümə gecəsinə enirsə, məlumdur ki, digər gecələrdə əgər enirsə, cümədə də enir də. Hər halda. Və həmçinin o cavan oğlan şəklində Allah Təbarək və Təalanın enməsi, qıvrım saçlı filan, deyir, bu da yalandır. Halbuki İbn Teymiyyə özü gəlib, bunu təsih eləyib öz kitablarının birində ki, lazım olsa danışarıq. Amma o hədis ki, gəlir, deyir, yoxdur belə hədisimiz, yəni onların kitablarında yoxdur, var, onların kitablarında var. Deməli, Suyuti Əl-Əla'ul Məsnu'a kitabında, hətta Rəşad Salim aşağıda özü işarə eləyib. Doktor Rəşad Salim ki, kitabın araşdırmacısı deyir ki, bəli, bu hədislər var bizim kitabımızda. Lakin uydurma hədislərdir. Təqribən burada 4 dənə hədis gətirir ki, bəli, Allah Təbarək və Təala cavan bir oğlan şəklində gəlir, amma hədis mərfudur və qəbul edilmir. Yəni, bu hədisi qəbul etmirlər. Əllamə Hillidə deyir ki, yəni bəzilər bu hədisi görüblər, indi bilmirlər ki, hədis uydurmadır və gedib avamdılar da, bu şeyə əməl ediblər və Əllamə deyir ki, mən özüm görmüşəm bunları və sadəcə indi İbn Teymiyyə gəlib bunu inkar eləyir. Bizdə alimlərindən işimiz yoxdur ki, yəni avamları bu işi görüblər hər halda. Və daha sonra gəlib deyir ki, bunun dedikləri hamısı mənasızdır və Allah yer üzünə enir sözü yoxdur və bütün hədislər ki var bu barədə Allahın yer üzünə inməsi barəsində فَإِنَّهُ مَوْضُعٌ كَذِبٌ uydurmadır və yalandır. Və həmçinin bu cür sözlər deyir Əllamə Hilliyə. Lakin sual budur ki, görəsən İbn Teymiyyə özü Allah Təbarək və Təalanın cavan oğlan şəklində yerə inməsini və saçları qıvrım şəkildə yerə inməsini səhih bilir yoxsa yox. Bəli, biz baxanda görürük ki, hətta bu məsələni səhih bilir, inşallah işarə eləyərik mənbəsinədir. Deməli, hədis var, bir dənə hədisi oxuyacağım ki, görün bu şəxs necə yalancıdır. Əlbəttə, bizim bəhslərimiz də var, davam eləyir və burada da davam elətdirəcək inşallah. Necə bu şəxs yalancıdır? Gəlir orada deyir ki, belə hədisimiz yoxdur, hamısı uydurmadır. Amma Məcmuul Fətavada 6-cı cildə səhifə 234-də gəlin görən nə deyir? Deyir ki, səhih kitablarda gəlib nuzul hədisi var. Ki, yənzilu Rabbuna kullə leylə. Rəbbimiz hər gecə nazil olur. Deməli, bunun iradə Əllamə Hilliyə nə imiş? İradə bu imiş ki, Əllamə Hilli deyib ki, cümə gecələri deyir, yox, sən yalan danışırsan. Cümə gecələri yox, hər gecə nazil olur. Məlumdur da, əgər hər gecə nazil olursa, cümə gecəyə Əllamə Hilli sizə lütf edib, heç olmasa 6 dənə gecəni çıxarıb. Hinə yəbqa thuluthəl-leyl, gecənin 1/3 hissəsində və həmən o sözləri deyir. Deyir ki, "Hada qavlun və fi'lun fi vaqtin muayyan və qad ittafaqa as-salaf ala anna an-nuzul falan ki, Allahın nuzul sifəti də bizim varımızdır." Ki bu İbn Teymiyyə bunu gətirib. Və həmçinin digər alimlər də var burada, inşallah deyəcəyik, o məsələlərə işarə eləyəcək. Salih Əl-Fovzandan gətirirəm, əlbəttə elədir ki, vaxtımız az qalıb, gələn dəfə inşallah Salih Əl-Fovzandan gətirəcəyik. Sonra İbn Həcər Əsqalanidən və bəzi İbn Bəttədən 1-2 dənə söz gətirəcəyik, ondan sonra keçəcəyik inşallah İbn Useyminin bu barədə nəzəri və digər alimlər görək bu barədə nə deyir. 3-4 verilişimiz, bəlkə də daha çox onların nəzərlərinə və necə gülünc bir vəziyyətə düşmələrini görəcəyik və ondan sonra Şia alimlərinin ümumiyyətlə Allaha bu sifətləri nisbət vermək olarmı həqiqi mənada nəzərini oxuyacaq və xüsusilə Kuleyninin Tövhid kitabından və Saduqun, yəni Tövhid bölməsi də babından, kitabından, yəni kitab deyəndə məqsəd budur ki, Kuleyninin Kafi kitabının bir dənə kitab kimi açırdı onu, adı Kitab-ı Tavhiddir. Tövhid kitabı da oradan oxuyacaq və həmçində Saduqun Etiqadat kitabından bunları oxuyacaq və görəcək həqiqət nə deyir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.